Almanya neçənci əsr? 19-20-ci əsr Almanya mövzusunda. Biz sizlə əvvəlki mövzularda, Fransa mövzusunda nə keçmişdik? 1814-15-ci ildə Viyana Kongresi oldu. Viyana Kongresi ilə Almanya İttifaqı yaradılmışdır. Viyana Kongresi ilə Almanya İttifaqı yaradıldı. Almanya İttifaqı deyəndə uşaqlar, ayrıca Almanya deyilən bir dövlət əvvəl yox idi. Yəni Almanya ümumi məfhum kimi gecikdi. Tərkibində dövlətlər var idi. Kiçik dövlətlər var idi. Onların içərisində ən qüdrətli iki Alman dövləti Avstriya və Prusiya dövlətləri idi. İki ən qüdrətli dövlət idilər. Deməli, Almaniyanın daxilində Avstriya, Prusiya, xüsusən bunların ikisinin mübarizəsi nə idi bir-birindən? Vahid Alman dövləti yaratmaq ondan mübarizə aparırdılar. Bu mübarizə təbii ki, Prusiya, Avstriya nisbətən daha qüdrətli dövlət idi. Deməli, 1834-cü ildə ticarəti, daxili ticarəti inkişaf etdirmək məqsədi ilə gömrük sərhədləri ləğv edildi. Ki, tacirlər ticarəti daha da güclü inkişaf etdirsinlər, yəni vergilərdən azad olsunlar, başa düşürük. Həmin zaman Almaniyada arasında mülkədar torpaq sahibliyi var idi. Mülkədar torpaq sahibliyi deyəndə feodal qaydalar. Reyn boy torpaqlarda feodal qaydaları hələ də davam edirdi, qalır. Reyn boy torpaqlarda Almaniyanın Fransa ilə sərhəd bölgəsi. 1848-49-cu ildə bütün Avropada olduğu kimi Almaniya arasında da burjuva inqilabı baş verdi. Almaniyada burjuva inqilabı baş verməsinin iki məqsədi vardı. Niyə üsyan baş verdi? Vahid Alman dövləti yaratmaq istəyirdilər və feodalizmi ləğv etmək istəyirdilər. Bax, Almaniya burjuva inqilabı uşaqlar dedik, nə vaxt baş verir? 1849. Məqsəd nə idi? Vahid Alman dövləti yaratmaq, feodalizmi ləğv etmək. Məqsəd bu idi. Nəticəsi müzakirə edilir. Ümumi Alman parlamenti yaradıldı və müəyyən müddətdən sonra narazılar, etirazlar Ümumi Alman parlamenti 49-da fəaliyyətini dayandırdı. Ən son nəticədə nəyə nail oldu? Yalnız Prusiyada konstitusiya qəbul edildi. Buna da Prusiya konstitusiyası monarxiya olur. Yalnız 48-49 üsyanının burjuva inqilabının nəticəsində oluşanlar yalnız Prusiyada konstitusiya qəbul edilir. Bu zaman Prusiya kralı kim idi? 1-ci Wilhelm. 62-ci ildə 1-ci Wilhelm Otto von Bismarck'ı baş nazir təyin etdi. Otto von Bismarck haqqında çox qısa bir cümlə yadınıza gəlir. Biz Göytürk mövzusunda keçmişdik. İkinci Göytürklərdə, demişdik, ikinci Göytürklərdə baş məsləhətçi vəzir kim idi? Tony Hooke. Tony Hooke'a nə deyirdik biz? Türklərin Bismarck'ı. Həmin o Bismarck bu şəxsi idi. Yəni Bismarck'da idarəçilik, quruculuq tədbirləri görüb, bax ona görə ondan əlaqələndir. Müqəddəs Roma İmperiyasını yaradan birinci Otto Alman kralı. Bu deyil, xeyr. Deməli, uşaqlar, Otto von Bismarck'ın konkret məqsədi nə idi? O adam, Ruslar, dəmir və qan siyasəti aparırdı. Nə deməkdir? Yəni, mübarizə yolu ilə vahid Almaniya dövləti yaratmaq. Mübarizə yolu. Bu mübarizədə 3 dövlətlə mübarizə aparılmalı idi. Danimarka, Avstriya, Fransa. Deməli, 1864-cü ildə Danimarka ilə mübarizədə Şlezvik və Holstein əraziləri tutuldu. Sırf Şlezvik-Holstein niyə? Çünki Şlezvik-Holstein ərazisində əslən Almanlar yaşayırdılar. Tutuldu və artıq Şlezvik-Holstein üstündə Avstriya-Prusiya itirazı baş verdi. Çünki Şlezvik-Holstein'də yaşayanlar kimlərdir? Almanlar. Avstriya da Almandır, Prusiya da Almandır. Yaxşı mı? Bunların mübarizəsində 64-cü müqavilə ilə, bunlar arasında müqavilə bağlandı. Müqavilə ilə Avstriya geri çəkildi. Şlezvik-Holstein verildi kimə? Prusiya qaldı. Moments later. Bu bir məsələ. Deməli, Prusiyanın Otto von Bismarck'ın ikinci məqsədi nə olacaq uşaqlar? Avstriya ilə müharibə aparmaq. Avstriya ilə əvvəlcə müharibə aparmağa qorxurdu, çəkinirdi. Niyə? Çünki qorxurdu ki, Fransa imperatorun hücumu baş verər. Yəni Avstriya ilə Prusiyanın müharibə başı qarşıya. Bundan kim istifadə edəcək? Fransa istifadə edəcək. Əvvəlcə nə elədi? Deməli, əvvəlcə Fransa imperatoru Napoleon'a müqavilə baxdı. Ki, Napolyon dedi ki, mənim sizə işim yoxdur, qarışmıram. Fransanın öhdəliyi qazanandan sonra, yəni arxayın oldu ki, Fransa tərəfdən hücum olmayacaq, Avstriya ilə müharibə başladı. Fransa imperatorluğunda uşaqlar, Ömər, məqsədi var idi. Fransa imperatoru istəyir ki, Avstriya ilə Prusiya ilə müharibə aparsın. Müharibənin nəticəsində ikisi də zəifləsin. Bunların zəifləməsinə istifadə eləsin, Fransa hücum eləsin. Lakin Fransanın düşündüyü kimi olmadı. Çox qısa müddətdə, 1866-cı ildə bu Sadova döyüşü oldu. Sadova döyüşündə Prusiya Avstriya qalacaq. Bu döyüşə biz tarixdə əvvəllər uşaqlar Almaniya və yaxud da 40 günlük müharibə də deyirik. Yeni dərslərimizdə bu artıq çıxarılır. Nəysə, nəticədə kim qalıb gəlir? Prusiya qalıb gəlir. Artıq qabaqda bir maneə qalıb. Hara? Fransa. 1870-ci ildə Fransa ilə Prusiya arasında Sedan döyüşü baş verdi. Bu döyüşdə
Rusiya Fransaya qalmayacaq. Və yadınıza gəlirmi, biz Fransa dövrünü keçən zaman demişdik 1852-70-ci ildə Fransada 2-ci imperiya, 70 bax o söhbət idi. 71-ci il Versal müqaviləsində Vahid Almaniya imperiyası yaradıldı. Vahid Almaniya imperiyası nə vaxt yaradılmış olar? 1871-ci il. 71-ci il Frankfurt müqaviləsi ilə kimlər arasında imzalanan Frankfurt? Almaniya ilə Fransa. Frankfurt müqaviləsinə görə Elzasla tanıca verildi Almaniyaya. Fransa 5 milyard təzminat ödəməli idi. Bu təzminatı ödəyib bitirənə qədər Fransanın şimalı Almanların nəzarətində qalırdı. Bu tədbirlər görülür. Artıq uşaqlar, dünya dövlətləri yavaş-yavaş nəyə hazırlaşırlar? Birinci Dünya müharibəsinə. Birinci Dünya müharibəsinə hazırlaşırlar. Ona görə birliklər, təşkilatlar yaradılır. Biz sizdən vaxtda keçmiş Antanta ittifaqını demişdik, vaxtında Fransız, İngilislər yaradır, sonra Rusiya qoşulur. İndi 1879-82-ci illərdə Üçlər İttifaqı yaradılmışdır. İkinci ildə nə yaradılır? Üçlər İttifaqı yaradılır. Üçlər İttifaqı kimlər? Almaniya, Avstriya müharibəsinə ifadə birləşdirir. İndi sonra Dünya müharibəsinin keçində deyəcəm, onlar olur artıq dövlət. 19-20-ci əsrdə Almaniyada müəyyən inkişaf baş verdi, sənayesi inkişaf etdi. Hətta Amerikadan sonra ikinci sənaye istehsalına görə ikinci yerə çıxdı. Və bu zaman 1905-ci ildə Schlieffen adında baş qərargah rəisi var idi. Bu şəxs Schlieffen planı deyilə bir qanun qəbul etdi. Schlieffen planının mahiyyəti nə idi? Almaniya iki cəbhədə müharibə aparacaq. Yəni eyni vaxtda Fransa Rusiyaya qarşı müharibə aparmalıdır. Qısa müddətdə Fransa məğlub edib Rusiya ilə mübarizə başlamalı idi. Yəni Almaniya dövləti artıq o qədər qüdrətləndi ki, sonraki dövrdə eyni vaxtda Almaniya müharibə aparmalı idi. Təbii ki, indi dünya müharibəsini keçən zaman deyəcəm, bu Schlieffen planı uğursuzluqla nəticələnir, istənilən nəticəni vermir. Çünki Marna döyüşü olur. Marna döyüşündə Almaniyanın məğlub olması bunların ildırım sürətli müharibə planı boşa çıxar. Yəni bu plana bəzən tarixdə ildırım sürətli müharibə planı deyirlər. Yəni sürətli şəkildə Almaniyanın iki dövlətlə eyni vaxtda mübarizə aparıb bunları döyüşdən çıxarmasıdır. Baxın, Almaniya mövzusu bundan ibarət indi.